Xeyir olsun müəllimlər. Deməli, bizim bugünkü mövzumuz 8-ci sinif texnologiyadan 19-cu mövzu un məmulatları, un məmulatlarının hazırlanması üçün alət və tərtibatlar. Bax, bu birinci cümləmiz bizim testə düşən cümləmizdir. Nə deyir burada? Deyir ki, un müxtəlif dənli bitkilərin üyüdülməsindən alınan qida məhsulu. Bunu testdə sual kimi necə yazır? Un necə qida məhsuludur? Yadınızda saxlayırıq ki, müxtəlif dənli bitkilərin üyüdülməsindən alınan qida məhsuludur. Deməli, dənli bitkilərdəki hansılardır bu unu yaradan? Buğdadır, arpadır, çovdardır, qarabaşaqdır, darıdır, qarğıdalıdır, düyüdür. Yəni, bunların hamısından un alınır. Düzdür, biz əsasən buğda unundan istifadə edirik. Məsəl üçün, qarğıdalı unundan da bəzən olur ki, nələrdəsə istifadə edirlər. Düyü unundan, məsəl üçün, fırına pişiririk orucluq bayramlarında. Amma ki, qarabaşaqdır, darıdır, çovdardır, arpadır. Bunlar biraz bizə yad gəlir. Amma ki, yadımızda saxlayırıq ki, bu unlarda, yəni ki, bunlardan da un olur. 2 dənə qarabaşaq, qarğıdalı, bunu yadda saxlayırıq ki, bunlar var. Qalanlar da ki, buğdadır, arpadır, çovdardır, darıdır, düyüdür. 2 dənə də d var, darı, düyü. Sonra, bax, un istehsalı üçün yararlı olan əsas taxıl növü buğdadır. Yəni ki, bu sayılanların hamısından un hazırlansa da, biz əsasən qida rasionumuzda əsas yararlı nədir? Buğda unudur, düzdür? Deməli, əsas yararlı olan taxıl növü nə oldu? Buğda. Buğdadan alınmış un çörək məmulatlarının hazırlanması üçün əvəzedilməz qida məhsuludur. İndi baxaq görək un nəyə deyilir? Deməli, un məmulatı xəmirin bişirilməsi nəticəsində alınan yeyinti məhsuludur. Xəmir unun və mayenin digər məhsullarla qarışığıdır. Digər məhsullar da nədir? Yumurtadır, şəkər tozudur, yağdır, duzdur. Yəni ki, burada əsas qidalar var, köməkçi vasitələr var. Məsəl üçün, əsas vasitələr bu kitabda yoxdur, amma bizdə qənnatçılıqda da var ki, əsas vasitələr, məsəl üçün, undur, yağdır, şəkər tozudur. O birilər köməkçi kimi gedir. Sonra, un məmulatlarının tarixi dənli bitkilərin becərilməsindən başlayır. Yəni ki, nə vaxtdan ki, o dənli bitkiləri becərməyə başlayıblar, həmin vaxtdan da unun tarixi yaranıbdır. İlk vaxtlar un məmulatları maya əlavə edilmədən, yəni ki, ona droş, maya əlavə eləmirdilər. Olduqca sadə üsulla, sacda və yaxud təndirdə nazik lavaş şəklində bişirilir. Amma sonradan artıq maya icad olunandan sonra mayalı xəmirdən, yəni yüksək növ çörək və digər un məmulatları hazırlanmağa başladı. Deməli, məsəl üçün, testdə düşər ki, yüksək növ çörək və digər un məmulatlarının hazırlanması nə zaman başladı? Yadınızda qalsın ki, maya icad olunandan sonra da, yəni mayalı xəmir olandan sonra. Sonra xəmir xörəkləri və şirniyyatlar Azərbaycan mətbəxində geniş yer tutur. Azərbaycan mətbəxinə aid olan un məmulatları əsasən 2 növə ayrılır. Bax, birinci nədir? Birinci növə ayrılır mayasız, yağlı və şəkərli xəmirdən hazırlanmış şirniyyatlar. Deməli, nə oldu? Mayasız, yağlı və şəkərli xəmirdən hazırlanmış şirniyyatlar. Yəni, burada artıq mayadan istifadə olunmur. Bunlara nələr daxildir? Fətirdir, qurabiyədir. Onlar da əla növ undan bişirilir. İkinci növ məmulatları isə xəmir sadəcə örtmə və bağlama, sarıma rolunu oynayır. Yəni ki, içliyin üzərini örtür, bağlayır, sarıyırıq da. Əsas tərkib hissəsi qoz və şəkər qarışığından olan ümumi çəkisinin də 50-80% içlikdir. Yəni, bunlara nələr daxildir? Paxlavadır, şəkərburadır, mütətkədir. Deməli, yazar ki, məsəl üçün, paxlava, şəkərbura, mütətkə neçənci növ şirniyyata aiddir? Yadınızda qalsın ki, 2-ci növ şirniyyata aiddir. Çünki onlar bizim, yəni ki, yadımızda saxlayaq ki, Azərbaycan mətbəxinin əsasən Novruz bayramının şirniyyatları, deməli, 2-ci növə aiddir. Örtmə, bağlama, sırama rolunu oynayır. Əsas hissəsini
İçlik əsas tərkib hissəsi qozdur, şəkər qarışığıdır. Bu da deməli ümumi şirniyyatın çəkisinin 50-80%-ni təşkil eləyir. Birinci növ şirniyyatda oldu mayasız yağlı şəkərli xəmirdən hazırlanmış şirniyyatlar ki, burada daxil oldu fətir və qurabiyə. İndi davam edirik. Bax, un məmulatlarının qida dəyəri onların növündən və istifadə edilmiş xam malından asılıdır. Yəni ki, şirniyyatın növündən asılı olaraq. Məsəl üçün, paxlavanın qida dəyəri təbii ki, yüksək olar. Yağı da çoxdur, ləpəsi də çoxdur, pesoğu, şirnisi, hər bir şeyi çoxdur da, düzdürmü? Deməli, onun tərkibindəki ərzaqlardan asılıdır, onun qida dəyəri. Növündən və istifadə edilmiş xam maldan. Deməli, bütün un məmulatlarının tərkibində müəyyən miqdarda mineral və vitaminlər var. Məsəl üçün, soruşar ki, bütün un məmulatlarının tərkibində müəyyən miqdarda nə var? Yadınızda qalsın ki, minerallar və vitaminlər. Müəyyən sözü varsa, mineral da M ilə başlayır, vitamində də, yəni M var. Bu şəkildə yadda saxlayırıq. Bax, zülalın miqdarı nə ilə ölçülür? Xəmirə əlavə edilmiş yumurtanın, südün, kəsmiyin miqdarından asılı olaraq dəyişir. Biz bilirik ki, zülal tərkiblidir də, yumurta da, süd də, kəsmik də. Deməli, şirniyyatlarda da zülalın miqdarı nə ilə ölçüldü? Xəmirə əlavə edilmiş süd, kəsmikdir, yumurtadır, bunların miqdarı ilə. Tərkibində olan karbohidratların, yağların çəkisinə görə onlara əsas enerji mənbəyi kimi də baxmaq olar. Biz nə demişdik? Karbohidratları keçəndə demişdik ki, 6-cı sinifdə itmiş enerjini bərpa edən karbohidratlardır, düzdür? Bu un məmulatıdır da, karbohidratlardır. Deməli, enerji mənbəyi kimi də nəyə görə baxırıq? Deməli, tərkibində olan karbohidratların, yağların çəkisinə görə. Biz nə demişdik? Demişdik ki, əsas enerji mənbəyi insan orqanizminin yağları idi. Burada da belə götürürük ki, yəni ki, şirniyyatın, un məmulatlarının tərkibində yağ nə qədər çox olduğu üçün, karbohidratlar nə qədər çox olarsa, o qədər də bizim deməli enerjimiz artıq olur. Sonra undan hazırlanmış kulinariya məhsullarının tərkibində krem, glazur və s. kimi nə qədər çox şəkər, yağ, yumurta istifadə edilərsə, o qida məmulatlarının enerjisi də bir o qədər çox olar, artar. Deməli, tərkibində nə qədər yağ, yumurta varsa, digər şeylər varsa, o qədər də qida dəyəri artır. Bu asandır, bunu rahat testdən baxan kimi seçcisiniz. Elə bu səbəbdən də un məhsullarından istifadədə bir qədər ehtiyatlı davranmaq lazımdır. Əsasən də oturaq həyat tərzi keçirənlər un məhsullarından və qənnadı məmulatlarından az istifadə etməlidirlər. Çünki piylənməyə səbəb ola bilər. Biz nə demişdik? Karbohidratları keçəndə yadınızda qalmışsa demişdik ki, yəni ki, o karbohidratlar kökəlməyə səbəb olur da. Yəni, mütləq hərəkətli adamlar ondan istifadə eləsələr, o enerjini itirə bilirlər. Amma ki, oturaq həyat tərzi keçirənlər yeyib şişəcəklər, ancaq insanı şişdirir. Sonra, tavalar və sinilər. Bircə dəqiqə səhifəni dəyişək. Deməli, baxırıq indi bu hissəyə. Deyir ki, un məmulatlarının bişirilməsində hansı alət və tərtibatlardan istifadə olunur? Bax, tavalar və sinilərə baxırıq. Undan hazırlanmış yarım fabrikatları bişirmək üçün içi yağlanmış sinilərə yığılıb sobaya verilir. Yəni, bu şeyləri biz içini yağlayırıq, o sinilərə yığırıq, sobaya, tuxovkaya qoyuruq. Düzdürmü? Duru xəmirdən məmulat hazırlayarkən kənarı hündür və açılıb yığılan tavalardan istifadə eləyirik. O çəmbərli deyək də, onlardan istifadə edirik. Burada da tavaların şəkilləri verilibdir. Bax, birincisi sinidir, ikinci mətbəx tavasıdır. Burada da o müxtəlif bəzəkli şeylər verilibdir kitabda, amma burada düşməyibdir. Sonra baxırıq qəliblərə. Qəliblərin köməyi ilə müxtəlif formalı və ölçülü cəlbedici xarici görünüşə malik şirniyyat növləri hazırlamaq olar. Deməli, bax, müxtəlif formalı və ölçülü cəlbedici xarici görünüşə malik şirniyyat növləri hazırlamaq desə, nəyi götürəcəyik? Qəlibləri götürəcəyik. Sonra,
Bax, qəliblər hansı formalarda olar? Dairəvi ola bilər, oval ola bilər, romb şəkilli ola bilər, daha mürəkkəb quruluşda da ola bilər. Məsəl üçün, çiçək ola, çiçək formalı, ulduz formalı, yarpaq şəkilli ola bilər. Qəliblər özləri də, yəni həm atlıqlı var, həm atlıqsız var. Necə ki deyək, oymaq dibli var, dibsiz var. Bu qəliblərdə də atlıqlı və atlıqsız forması var. Məsəl üçün, kekslərin bişirilməsi üçün atlığı var, onun içinə tökürük. Amma ki, burada görürsünüz, peçenliklərin kəsilməsində atlıqsız qəliblərdən istifadə eləyiblər. Sonra peçenliklərə müxtəlif forma vermək üçün atlıqsız qəlibdən istifadə eləyiblər. Qəliblərin kənarları iti olmalıdır, ona görə ki, o xəmiri kəsə bilsin. Ləyənlər nəyə xidmət edilir? Deməli, müxtəlif ölçülü ləyənlər də xəmirlərin, yumurta, şəkər, yağ və s. kimi tərkib hissələrin əlavə edilməsi və qarışdırılması, yoğrulması üçün istifadə edilir. Şirniyyat şprislərində nədən istifadə, harda istifadə edirik? Məsəl üçün, tortlardır, pirojnalardır, peçenyelərdir. Bunları kremlə bəzəyən zaman həmin bu şirniyyat reseptlərindən biz şprislərindən istifadə edirik. Belə şprislərində bilirik ki, ucluqları müxtəlif formada olur ki, biz onlarla müxtəlif fiqurlu bəzəklər salırıq bu şirniyyat məmulatlarının üzərinə. Mətbəxdə üzərində xəmiri yaymaq, qarışdırmaq və müxtəlif şəklə salmaq üçün taxta lövhələrdən istifadə olunur. Bunların kiçik ölçülüsü də ola bilər, böyük ölçülüsü də ola bilər. Məsəl üçün, kiçik ölçülü mətbəx lövhələrinin üzərində, məsəl üçün, qoz fındıq doğranır, piroqun içinə qatmaq üçün. Amma xəmiri yaymaq üçün oxlovlardan da istifadə olunur. Baxın, bu oxlovlar düşür material kimi. Yadınızda qalsın ki, 3 dənə materialdan istifadə olunur. Taxtadan, farfordan, plasmasdan. Necə ki demişdik, dəstəklər taxtadan ola bilər, plastikdən ola bilər, metaldan ola bilər. Yadınızda qalsın ki, xəmiri yaymaq üçün olan oxlovlarda material olaraq taxtadan, plasmasdan, bir də farfordan ola bilər. Oxlov hamar olmalıdır, zədəsiz olmalıdır. Çünki xəmirin üzərində ilişib qala bilər. Amma ki, naxış salmaq üçün də bəzən olur, belə oxloylar olur, üzərində naxışlar olur ki, xəmirə belə naxış salırsan, bəzəkli görünür. Elə oxlovlar da var. Sonra taxta kürəklərlə duru xəmirləri qarışdırmaq olduqca rahatdır. Xəmirin işlənmə lövhəsi və yaxud masanın hamar səthi üzərində birləşmək üçün hazırlayırlar. İşləmə taxtalar, oxlovlar, qab-qacaq, qarışdırıcı şirniyyat şprisi, onun ucluqları, bıçaq və digər əşyalar xəmir işi qurtardıqdan sonra isti su ilə yuyulub qurudulur. Məsəl üçün, biz deyirdik ki, südlü qazanlar əvvəlcə soyuq, sonra isti suda yuyulmalıdır, südlü qablar. Amma yadınızda qalsın ki, bu xəmir işində işlətdiyimiz bütün bu avadanlıqları biz nə etməliyik? İsti suda yumalıyıq, qurudulmalıyıq. Mədə-bağırsaq xəstəliklərindən və zədələnmədən qorumaq üçün qida məhsullarının emalı, istifadəsi və saxlanma qaydasına riayət eləmək lazımdır. Yəni, saxlayanda da düzgün saxlamaq lazımdır, düzgün minalı qabda saxlamaq lazımdır. Yuyan zaman da diqqətli olmalıyıq, istifadəsi zaman da düzgün seçim eləməliyik ki, mədə-bağırsaq xəstəliklərindən, zəhərlənmədən qoruna bilək. İstifadə edilən ərzaqların keyfiyyət göstəricilərinə ciddi nəzarət olunmalıdır. Məsələn, hər bir yumurta ayrıca qabda qırılmalıdır, təzəliyinə əmin olandan sonra digərinə əlavə edilməlidir. Məsəl üçün, olur ki, yumurtanın içərisində köhnəlik olur, yəni tək-tək sındırıb başqa qaba, bir qaba tökəndə, onda yəni ki, o köhnə ilə təzə qarışmır. Çiy ərzaqları isti emal edilmişlərə qarışdırmaq olmaz. Qab-qacaq və digər mətbəx avadanlığını təyinatı üzrə işlətmək lazımdır. Bütün bunlarla yanaşı mətbəxdə şəxsi gigiyena və səliqə çox vacibdir.